Salam uşaqlar, bu günləri funksiyalar və qrafiklər mövzusunun birinci bölməsinə baxacağıq. Kx plus b, y bərabərdir k bölünmüş x funksiyaları, onların qrafikləri və qrafiklərin çevrilmələri. Deməli, birinci suala baxırıq. 3'də 1x çıxılsın 20, y bərabərdir funksiyasının sıfırını soruşur. Deməli, funksiyanın sıfırını tapanda, funksiya verilmiş funksiyanı sıfıra bərabərləşdiririk və onun köklərini tapırıq. Birinci sualda y bərabərdir. Deməli, nə veribdir? Y bərabərdir 3'də 1 x çıxılsın 20. Bunu sıfıra bərabərləşdirsək, 3'də 1 x çıxılsın 20 bərabər 0. 3'də 1 x bərabərdir 20. X'i tapmaq üçün də 20'ni 3'də 1'in tərsinə vururuq. Yəni 20 vur 3 cavab eləyir 60. C variantı. Növbəti suala baxaq. Deməli, y bərabərdir 9 funksiyasının sıfırlarını tapın. Uşaqlar, bu sabit funksiyadır. Sabit funksiyanın sıfırları olmur. Məsələn, y bərabərdir 9 funksiyasına baxsaq, bax burada verilən kimi. Bax bu x oxuna paralel bir xəttdir. Yəni bunun x oxunun kəsmə nöqtəsi yoxdur. Keçək növbəti suala. Növbəti sualda nə deyir? Y bərabərdir k bölünmüş x funksiyası veribdir. K bölünmüş x funksiyasının qrafiki 9 və mənfi 3'də 1 nöqtəsindən keçirsə, k-nı tapın. Deməli, nə edəcəyik uşaqlar? X-in yerinə 9, y-in yerinə mənfi 3'də 1 yazıb, oradan k-nı tapmaq lazımdır. Buradan k-nı ilə tapsaq, k bərabərdir y vurulmuş x olan alarıq. Y-in yerinə mənfi 3'də 1, x-in də yerinə 9 qoyaq. 3 ilə 9 ixtisar getsin. Cavab eləyəcək mənfi 3. Bu da belə. Deməli, 4-cü tapşırıq eyni bunun kimidir. 5-ci tapşırığa baxaq. K-nın hansı qiymətində y bərabərdir k çıxılmış 2 bölünsün x funksiyasının qrafiki mənfi 3 və mənfi 7 nöqtəsindən keçir. Bax, burada 5-ci tapşırıq. Y bərabərdir k çıx 2 bölünsün x. Burada yenə y-in yerinə mənfi 7, x-in yerinə də mənfi 3 qoymalıyıq. Deməli, mənfi 7 bərabərdir k çıx 2 bölünmüş nəyə? Mənfi 3'ə. Buradan çarpaz vurma qaydasına görə x çıx k çıx 2, mənfi 7 vur mənfi 3, 21. Buradan da k-nı tapmaq üçün 2'ni 21'in yanına, yəni sağa keçirsək 21 üstə gəlsin. 2, 23 cavabını alarıq. 5-ci sual. Deməli, cavab oldu D variantı. 6-cı tapşırığa baxaq. Biraz fərqli sualdır deyəsən. Bucaq əmsalı mənfi 0.4 olan xətti funksiyanın qrafiki mənfi 2.5 və 2.6 nöqtəsindən keçirsə, onun tənliyini yazın. Deməli, xətti funksiyanın birinci düsturunu yazaq. Deməli, 6-cı sual oldu bu. Y bərabərdir k vurulmuş x üzərinə gəlsin b formasındadır. Xətti funksiyanın qrafiki. Bucaq əmsalını bizə veribdir. Mənfi 0.4, keçdiyi nöqtələri də veribdir. Yəni, x-imiz mənfi 2.5, y-imiz 2.6'dır. Yəni, burada diqqət edin uşaqlar. Birinci gələn x-dir, yəni absis. İkinci gələn isə ordinatımızın nöqtəsidir, yəni y-imizdir. K-nın yerinə mənfi 0.4 qoyaq. Mənfi 0.4 vurulmuş x-imiz. X-imiz neçə alındı? Mənfi 2.5. Üzərinə gəlinsin b bərabərdir nəyə? Y-ə. Y-im neçədir? 2.6. Buradan mənfi 0.4'ü vuraq mənfi 2.5'ə. Bunu buna vuranda deməli alacağıq 1. 1 üzərinə gəlinsin b bərabər 2.6'ya 2.6. B-ni də buradan tapmış olarıq.
1,6-dan 1 çıxırıq 1,6. Bu da olur bizim cavabımız. Yəni xətti funksiyanı biz artıq düsturunu bərpa elədik. K-nın yerinə -0,4 x, y-b-nin yerinə isə 1,6 yazarıq. 6-cı tapşırıq. Bu da bizə verir -0,4 və 1,6 C variantı. Deməli, 7-ci tapşırığa baxaq. Funksiyalardan hansı xətti funksiyadır? Xətti funksiyanın biz tərifini verdik. Y bərabərdir k vurulsun x üstə gəlsin b. Bu formadadır. Və funksiyanın bir dənə adına diqqət eləsək, xətti funksiya. Yəni bu funksiyanın qrafiki bizə düz xəttlər verməlidir. Aydındırmı? Funksiyalardan hansı xətti funksiyadır? Yəni bu formada olan funksiyalara baxaq. Xətti funksiya burada Y variantı. Yəni burada 1/x var. Bu məxrəcə düşür. Bu kəsr rasional funksiyadır. Bu da həmçinin, bu da həmçinin, bu da qalır burada Y variantı. Deməli, növbəti sual 8-ci tapşırıqdır. Qrafikə görə xətti asıllığı müəyyən eləməliyik biz. Burada nəyə diqqət edirik uşaqlar? Deməli, funksiyanın xətti funksiyadan gedir söhbət. Burada mərkəzdən keçibdir xəttimiz. Yəni qrafik bu formada verilibdir. Və burada bir bucaq yaranıbdır. Bu y, bu da x. Burada bir alfa bucağı əmələ gəlib. Yəni alfa da 60-a bərabərdir. Ümumi düstur kimi yadımızda saxlayırıq. Burada bucaq əmsalı, yəni y bərabərdir k vurulmuş x üzərinə gəlsin b xətti funksiyasında. Bu k bərabərdir tangens alfaya. Aydındırmı? Bunu yadımızda saxlayırıq. İndi bu mərkəzdən keçdiyinə görə təbii ki bizim b-miz olmayacaq. Yəni b sıfıra bərabərdir. Onda y bərabərdir k vurulsun x formasında olar. K-nın da tangens alfadan tapsaq, tangens 60 dərəcə bərabərdir nəyə? Kök altında 3. Aydındırmı? Buradan da y bərabər olacaq. K-nın yerinə kök altda 3 vurulsun x. O da hansı variantdadır? Y variantı. Cavab olacaq Y variantı. Bu belə. Deməli, neçənin sualı idi? Bu 8 idi. Sonra keçək. 9 eyni bunun kimidir. Sadəcə bucaq fərqlidir. 120 dərəcə. O 120 dərəcənin də çevirmə düsturu ilə, yəni bilirik də tangens 90 dərəcə üstə gəl və çıx alfalarda nəyə çevrilir? Kotangesə çevrilir. Yəni kotangesdən istifadə edib tapacaq. Yəni tangens 120 dərəcəni yazacaqsınız. Bax, tangens 120 dərəcə bərabərdir tangens 90 üstə gəlinsin necə? 30 dərəcə. Bu da təbii ki mənfi olacaq. Mənfi kotangens 30 dərəcə. Ümumiyyətlə yadımızda saxlayırıq ki, bu qonşu bucaqların tangensi sinusları misal üçün bax bir-birinə bərabər olur qonşu bucaqların sinusları. Yəni 120 ilə 60 misal üçün. Amma kosinusda onun nəyi olur? Əksi olur. Yəni kosinus tutaq ki 60 dərəcə veribdir. Bir də kosinus 120 dərəcə. Yəni bunlar bir-birindən sadəcə işarəcə fərqlənəcəklər. Eyni zamanda bu tangens 120 dərəcəni də mən elə 180 ilə yazsaydım, tangens nə olacaqdı? 180 çıx 60 yazırıq. Funksiyanın adı dəyişmir. Olduğu kimi qalır. Yəni elə tangens 60 olaraq qalacaq. Sadəcə bu ikinci rüb bucağı olduğuna görə tangens mənfi olacaq. Ümumiyyətlə orada nəyə də diqqət edirik? Bu xətti funksiyanın qrafikinin y oxu, x oxu ilə əmələ gətirdiyi bucaqlar var. Onu da bir dənə yadımıza salaq. Y bərabərdir kx plus b funksiyasının qrafiki x oxunun müsbət istiqaməti ilə iti bucaq əmələ gətirəndə, yəni alfa 90-dan kiçik olanda bu zaman k-mız müsbət olur. Yox, əgər müsbət istiqamətlə kör bucaq əmələ gətirərsən, bax burada belə bir kör bucaq əmələ gəlir. Bura, bir də bura. Bundan bunun arasında. Bu zaman k-mız mənfi olur.
Deməli, 10 və 11-ci tapşırıq. 10-cu tapşırığa və yaxud da ki 11-ə baxaq. 10-cu tapşırığa baxaq elə. Y bərabərdir. Deməli, kx plus b xətti funksiyasının verilmiş qrafikinə görə k və b-nin işarəsini müəyyən edin. Elə indi dediyimiz kimi, baxaq bura uşaqlar. Deməli, bu xətti funksiyanın qrafiki x oxu ilə necə bucaq əmələ gətirib? İti bucaq. İti bucaq əmələ gətiribsə, deməli, k-mız nə olacaq? K-mız olacaq müsbət. Yəni sıfırdan böyük. K-mız sıfırdan böyükdür. Və yaxud da ki, bu x oxunu kəsib keçdiyi nöqtələrə baxın. Əsas hissə, düz xəttin əsas hissəsi, yəni sonsuz hissələri 1 və 3-cü rüblərə düşürsə, deməli k müsbətdir. Yox, əgər 2-4-ə keçirsə, yəni 2-ci və 4-cü rüblərdən keçirsə, k-mız onda mənfi olur. Bəs b-nin işarəsi isə y oxuna nəzərən, yəni y oxu ilə kəsib keçdiyi nöqtəyə nəzərən tapılır. Əgər y oxunu yuxarı yarım müstəvidə, yəni müsbət hissədə kəsirsə, b müsbət, aşağıda kəsirsə isə, yəni mənfi hissədə kəsirsə, b mənfidir. Burada baxırıq, bura sıfırdır, sıfırdan aşağı mənfilər, yuxarı müsbətlərdir. Aşağıda bu nöqtədə kəsdiyinə görə, bax burada, mənfi hissə. Deməli, b-miz mənfidir. B sıfırdan kiçikdir. Bu belə. Deməli, k müsbət, b mənfi. Cavab B variantı. 11 də yine bunun kimidir. 11'i də keçək. 12-ci sual. Y bərabərdir kx plus b funksiyasının qrafikinə əsasən k üstəgəl b cəmini tap. Deməli uşaqlar, burada y bərabərdir 12. Y bərabərdir k vurulmuş x üzərinə gəlsin b. Ümumiyyətlə uşaqlar, funksiyanın sıfırlarını tapmaq üçün yəni x oxu ilə kəsmə nöqtəsinə deyirlər funksiyanın sıfırları. Və yaxud da ki, y oxu ilə kəsmə nöqtələrini tapmaq var. Deməli, x oxu ilə kəsib keçdiyi nöqtələri tapmaq üçün y-in yerinə 0 yazırıq. Y oxunu kəsdiyi nöqtələri tapmaq üçün x-in yerinə 0 yazırıq. Və burada y bərabərdir k vur x üzərinə gəlsin b. Ümumi şəkildə belə yazmışıq. Burada nəyə baxırıq uşaqlar? Deməli, bu nöqtəyə baxsaq, bunu çəkim buradan. Belə keçibdir. Bura 5'dir. Bura isə mənfi 5'dir. Bura 5'dir. Burada mənfi 5. Bu y, bu da x. Bura fikir versək, y oxunu hansı nöqtədə kəsibdir? 0 və 5 nöqtəsində. Bu nə deməkdir? Yəni, burada x-in yerinə 0 yazanda y-imiz nə alınıb? 5 alınıb. 5 alınıbsa, deməli, bu bizə b-ni verəcək də. Çünki x-in yerinə 0 yazanda y bərabərdir b alınıb. X-in yerinə 0 qoysam. Deməli, bu nöqtə b nöqtəsidir. Alıram ki, b-miz nəyə bərabərdir? B-miz bərabərdir 5-ə. İndi qalır nəyi tapmaq? K-nı tapmaq. K-nı da necə, hardan tapacaq? Belə buradan. Y-imiz x-in yerinə mənfi 5 qoyanda isə y-imiz 0-a bərabər olubdur. Yazaq, k vurulsun. X-in yerinə neçə qoyaq? Mənfi 5. B-ni də artıq tapmışam da, neçə almışam? 5'dir. Bu da bərabər nəyə? Y-in yerinə 0 yazıram. Çünki x oxu ilə kəsmə nöqtəsini yazdım. Buradan mənfi 5k. 5'i bu tərəfə sağa keçirsəm mənfi 5. K-nı da müsbət 1 almış olaram. Yəni y bərabərdir 1 vurulsun x. Yəni x üzərinə gəlinmiş b. B-də neçədir? 5'dir. Hansı variantdadır o? Bizdən nəyi soruşur? Burada k ilə b-nin cəmini soruşur. K-mız 1'dir, b-miz 5'dir. 1 ilə 5'i topluyoruz. Cavab eləyir 6. Deməli, bu belə. İndi 13-cü tapşırığa baxaq. Burada nə deyir bizə? Y bərabərdir 13-cü tapşırıq. Y bərabərdir 5'də 3 x üzərinə gəlinmiş 4. Belə bir xətti funksiya veribdir. Deyir, düz xətti üzərində apsisi ordinatına bərabər olan nöqtənin koordinatları cəmini tapın. Bu nə deməkdir? Yəni, elə bir biz nöqtə seçməliyik ki, x-in yerinə tutaq ki, 5 yazıramsa, burada x-in yerinə 5 yazanda aldığım cavab da 5 alınsın. Və yaxud da ki, 4 yazıramsa, 4 alınsın. İndi həmin o nöqtəni biz bilmədiyimizə görə onu bir
Tutaq ki, x bərabərdir A nöqtəsidir həmən nöqtə. Yəni x-in yerinə A yazıb və y-i də A almalıyam. Bunda yazıram 5-də 3 A üzərinə gəlsin 4 bərabərdir nəyə? A-ya. İndi nə edirəm? A-dan 5-də 3 A-nı çıxıram. A çıx 5-də 3 A bərabərdir 4-ə. A-nın da qarşısında bu sanki 1 vardı. O uşaqlar çox vaxt bunları çıxanda biraz çətinlik çəkirlər. Bu 5-də 5 A-dır. Yəni 5-də 5 A çıx 5-də 3 A bərabərdir 4-ə. Bundan da bunu çıxanda nə qalır? 5-də 2 A 4. Buradan A-nı tapmaq üçün tərs vuracam. Yəni 4-ü 5-də 2-yə bölürəm. Bölmə nə deməkdir? Tərs vurma. 2-də 5. Burada 1, burada 2. A-mızı 10 tapmış olacam. A bizim həm x-imiz, həm də y-imizdir. Aydındır mı? Yəni x-in yerinə əgər 10 yazsam, y-i də 10 almış olaram. İstəsək yoxlayaq bir dənə. 5-də 3-ü vuraq 10-a. 5-də 3-ü 10-a vuranda 10-dan 5 ixtisar gedəcək. Bax. 5-də 3 vur 10. Bundan bu ixtisar getdi. 6, 6-nın da üstünə 4 gələndə 10 edir. Yəni eyni cavabı aldıq. Bizdən nə soruşur? Cəmin soruşur. Yəni x-imiz də 10-dur, y-imiz də 10-dur. Bunların da cəmi bizə verir 20. Cavab C variantı. Deməli 13-cü tapşırıq idi bu. 14 eyni bunun kimidir, ona baxmayaq. Qrafik deyir hansı funksiyaya uyğundur. Qrafik belə verilibdir. Bu y, bu da x. Bu y-imiz, bu da x-imiz. Bu y-imiz, bu da bizim x-imiz. Bu aydın məsələdir. Tərs funksiyanın qrafikidir. Tərs funksiyamız da burada B variantındadır. 1 bölünmüş x. Burada 1 bölünsün x müsbət olanda 1 və 3-dən keçir. Hiperbola buna deyirik. Mənfi olanda isə bu rüblərdən keçir. Bax 2 ilə 4-dən. Bu belə. 15-ci tapşırıqda belə yazdıq. 16. 16-da nə deyir? Y bərabərdir. Biraz yaxınlaşdıraq bunu. Y bərabərdir k bölünmüş x və b bölünmüş x funksiyalarının qrafikləri verilmişdir. K və b-nin işarəsində. Burada baxan kimi bayaq dediyimiz kimi bu hiperbolalardır. K müsbət olanda, yəni buradakı ədədimiz müsbət olanda bu 1 3-dən keçir. Mənfi olanda 2 4-dən. Aydındır, burada k müsbət, B isə mənfi ədədlərdir. Aydındır ki, hər bir müsbət ədəd mənfi ədəddən nə olur? Böyük olur. Onda k sıfırdan böyük, B sıfırdan kiçik, cavab C variantı. Bu belə. 17 də eyni bunun kimidir. Bunu da keçək. Gəldik, çıxdıq neçənci suallara. 18-ci sual biraz fərqli sualdır. Yəni buna baxaq. Deməli, A-mız sıfırdan kiçikdir. Həmçinin B-ni də sıfırdan kiçik veribdir. Hər iki mənfi ədədlərdir. Bizdən nə verib əlavə olaraq? Modul A, modul B-dən nədir? Kiçikdir. Bizdən y bərabərdir AX və BX funksiyalarının qrafiklərini soruşur. Yəni bu qrafiklər necə yerləşəcək? Deməli, burada uşaqlar birinci növbədə A və B mənfi ədədlərdirsə, yəni y bərabərdir AX və BX. Hər ikisi 2 və 4-cü rüblərdən keçəcək. Yəni burada bu B variantı çıxır. Aydın məsələdir. D də çıxır. Ondan sonra A variantı da çıxır. Qalır burada hansıları yoxlamaq? C və B variantlarını yoxlamaq. Gəl bunu bir də qrafik üzərində göstərim. Aydın məsələdir burada. Deməli, modullarına baxsaq burada modulu böyük olan y oxuna daha yaxın yerləşəcək. Bax bu vəziyyətdə. Gəlin bir də buna baxaq. Deməli, nə verib burada? Y bərabərdir. Bu y-imiz, bu da x-imiz. A və B. A-nın modulu B-nin modulundan nədir? Kiçikdir. Yəni y bərabərdir. Biri tutaq ki, mənfi 2x-dir. Yəni bu A-mızdır. Y bərabərdir. Mənfi 4x. Bu da bizim B-mizdir. Çünki
Baxın bura A da B də mənfi ədədlərdir, amma A-nın modulu B-nin modulu nədir? Kiçikdir. Deməli, bu funksiyaların qrafikini sxematik olaraq qurmağa çalışaq uşaqlar. Deməli, x-a biz tutaq ki, bir mənfi 1 ədədi verək. X-imiz mənfi 1 olsun. X-imiz mənfi 1 olanda y-imiz neçə alınacaq burada? 4. 1, 2, 3, 4. Bu nöqtəyə gəldi, çıxdı. Buradan keçəcək. Təxmini qrafik belə bir şey olur. 0 verəndə də 0 alınır da. Bax, belə. Belə bir şey keçdi. İndi mənfi 2x-a baxaq uşaqlar. Deməli, yenə mənfi 1 versəm, bu nəyə alınacaq? Mənfi 2. Gələcək təxmini buralardan bir yerdən keçəcək də. Bax, belə bir şey. Belə bir şey oldu. Bax, fikir verdikdə bu mənfi 4x, mənfi 2x-dan daha yuxarıda yerləşdi. Bu belə. O da hansı variantdaydı burada? Deməli, B A-nın üstündə yerləşməlidir. Y variantı. Yəni, o daha sürətlə. X-a mənfi qiymətlər verəndə müsbət sonsuzda daha sürətlə yaxınlaşır. Y oxuna daha tez-tez yaxınlaşır. Neçən sual idi bu? 18. 19-cu tapşırığa baxaq uşaqlar. Deməli, 19-cu tapşırıqda nədir? Sabit funksiya veribdir bizə. F1, F3, F9 vuranda hasili mənfi 27. Sabit funksiya nə deməkdir uşaqlar? 19-cu tapşırıq. Sabit funksiya deyəndə, yəni x-dan asılı olmayaraq funksiyanın qiyməti ancaq bir qiymət alır. Bayaq göstərdik. X oxuna paralel hər hansı bir qiymət olur. Bir xətt olur daha doğrusu. X-i hansı qiymətlər versə, Y eyni bir qiymət alır. Məsələn, Y bərabər 9 ola bilər və yaxud Y bərabər mənfi 8 ola bilər. İndi burada bizə F1-i, F3-ü, F9-u eyni bir sabit funksiyadır. Yerinə 1 yazında, 3 yazında, 9 yazanda hasili mənfi 27 eləməlidir. Sabit funksiyanın qiyməti dəyişmədiyinə görə, yəni F1 də tutaq ki, A-ya bərabər olur. F3 də A-ya bərabər olacaq. F9 da A-ya bərabər olacaq. Buradan bunların hasilinə baxsam, A vur A vur A. Eləyəcək A-nın kubu mənfi 27 və A-nın buradan mənfi 3 almış olacaq. F64 də elə özü də nəyə bərabər olacaq? Mənfi 3-ə. Cavab olacaq C variantı. Bu da belə. Sonra 20-ci tapşırığa baxaq. Fx bərabərdir A çıxılmış 3 vurulsun x-in kvadratı, B çıxılsın 4 vurulsun x, üstə gəlsin 2A vur 3B sabit funksiya olarsa. Bizdən F A ilə B-nin cəmini soruşur. Birinci növbədə uşaqlar, burada sabit funksiyanın yenə tərifin gəlin nəzərimizə, yadımıza daha doğrusu salaq. Y bərabərdir A formasında olur bu. Yəni Fx bərabərdir hər hansı bir sabit ədəd. Aydın məsələdir ki, bax burada bizə funksiya verilibdir. Fx A çıxılsın 3 vur x-in nəyi? Kvadratı. Üstə gəlinsin B çıxılsın 4 vurulsun x. Üzərinə gəlinsin 2A. Üzərinə gəlinsin 3B. Bax burada bizdə bu funksiyamız dəyişəndən asılı olmamalı. Yəni, burada x-lar iştirak eləməməlidir. Yerdə sadəcə olaraq bu 2A üstə gəl 3B var. Bu qalmalıdır. Yəni, bu hissə qalmalıdır. Burada da göstərim bunu. Bu hissə qalacaq. Bunun baş verməsi üçün də burada 0 olmalıdır. Burada 0 olmalıdır. Yəni, A çıxılsın 3 bərabər 0-a. Bir də B çıxılsın 4 bərabər 0 olmalıdır ki, bunlar 0-a geçsin. Sadəcə sabit funksiyadan ibarət bir funksiya alaq ədəddən. A-nı burada neçə qəbul eləyəcək? 3. Yəni 3 sağa keçir 0-dan toplanır. B-də 4 alınmış olur. Bizdən nəyi soruşur? F A üstə gəl B. A üstə gəl B deyirsə, deməli A-mız 3, B-miz 4 alındı. F A plus B. İndi burada A-nın yerinə 3, B-nin də yerinə neçə yazacaq? 4 yazacaq. Bunlar getdi 0-a. Bizim yəni funksiyamız hansı formada alındı? 2 vurulmuş A, üzərinə gəlsin 3 vurulsun B. O da bərabərdir. A-nın yerinə 3 qoyanda, 2-ni 3-ə vuranda neçə edir? 6. 3-ü də 4-ə vuranda neçə edir? 12. Cavab edir 18. Sabit funksiya olduğuna görə F nə yazsaq yerinə yenə neçə alınmalıdır?
18 alınmalıdır. Yəni A plus B verib, burada elə 10 yazır. 3 ilə 4-ü toplayanda neçə eləyir? 7. F7 də elə bərabər olacaq 18-ə. Bu belə. Neçənin sualı idi bu? 20 idi də, hə? 20-ni də yazdıq. Keçək indi növbəti sualımıza. 21-ci sual. 21-ci sualda yenə sabit funksiya ilə bağlıdır. Yəni bu sabit funksiya nisbətən asan görünsə də biraz suallarına baxanda, o xətti funksiyaya baxanda biraz normal suallar var. X-ımız 0,5-dən fərqlidir. Yəni biz x-in yerinə 5 yaza bilmərik. Bizə deyir ki, fx bərabərdir. K vur x üstə gəlsin 5 və 5x çıxılsın 25 sabit funksiya yenə olarsa. K üstə gəlsin f2 cəmini soruşur bizdən. Sabit funksiya nə deməkdir uşaqlar? Sabit funksiya odur ki, yəni x-in yerinə hansı ədədləri yazsam, x-in yerinə, yenə də neynəmiş olacam? Eyni cavab almış olacam. K-nın yerinə, x-in yerinə 1 də qoysam, 2 də qoysam, 3 də qoysam, 4 də qoysam və s. Sadəlik üçüncüdən elə biz burada 2 dənə qiymət qoyaq və sistem tənliyi kimi onu həll edək. Məsələn, x-in yerinə 1 qoyaq. Tutaq ki, x-ımız funksiyamızı yazaq birinci. Fx nəyə bərabərdir? K vur x üstə gəlsin 5. Bir də 5x çıxılsın 25. Və burada x fərqlidir 5 ona görə yazılıb. Bu məxrəc sıfıra çevrilir də, görürük də. Bu təyin oblastı, funksiyanın təyin oblastı deyəndə, yəni bizim x-a verə biləcəyimiz qiymətlərdir. Yəni biz x-in yerinə burada 5 yazsaq, funksiyanın o təyin oblastından kənara çıxmalar olacaq. Yəni 5 bu funksiyanın təyin oblastına aid deyil. Yəni biz x-in yerinə 5 qoya bilmərik. Təyin oblastı x-in yerinə qoya biləcəyimiz ədədlərdir. Burada neynəyək indi? X-in yerinə bir dəfə 1, bir dəfə 2 yazaq və yaxud da ki 0, 1 yazaq və ümumiyyətlə hər hansı bir A da yaza bilərik. Yəni yenə eyni cavaba gedib çıxacaq. Sadəlik üçün elə 1 ilə 2 qoyaq x-ların yerinə. Deməli, K-nın yerinə 1 qoysaq, daha doğrusu x-in yerinə 1 qoysaq, K vurulsun 1 üstə gəlsin 5. 5 vur 1 çıxılsın 25. Bir dəfə də 2 qoyaq x-in yerinə. K vur 2 üstə gəlsin 5. 5 vurulsun 2 çıxılsın 25. Yuxarıdan K üstə gəlsin 5 bölünsün. 5-i 1-ə vuranda 5, 25 çıxanda mənfi 20 alınır burada. Bu da bərabərdir 2K minus 5. Ondan da neçə çıxırıq? 25 çıxırıq. Qalır mənfi 15. Bax, indi bunu çarpaz vurma qaydasından istifadə edək. Mənfi 15 vurulsun. K üstə gəlsin 5. Bərabərdir. Mənfi 20 vurulsun. 2K üstə gəlsin 5. Buradan da mənfi 15 ilə mənfi 20-ni hər ikisini mənfi 5-ə ixtisar eləsəm, bunu mənfi 5-ə bölsəm, buranı da mənfi 5-ə. Alıram 3 vurulmuş. K üstə gəlsin 5. Yəni mənfi 15-i mənfi 5-ə böldüm. Buranı da mənfi 5-ə bölündə 4 vurulmuş. 2K plus 5 alınacaq. Çarpaz vurduq. İndi sadələşdirək. 8K üzərinə gəlinsin 20. 3K üstə gəlsin 15. Buradan 5K bərabərdir. 15-dən 20 çıxanda mənfi 5. K-nı da mənfi 1 almış olacaq. Nə soruşurdu? K üstə gəlinsin F2. K-mız mənfi 1 alındı. K-mız mənfi 1-dirsə, yerinə qoyaq. Deməli, Fx nəyə bərabərdir? Mənfi x üzərinə gəlinsin 5 bölünsün 5 vurulsun x çıx 5. Yuxarıdan mənfini qarşıya atsaq mənfi x minus 5. Burada 5 vurulsun x çıxılsın 5. Buradan x çıx 5-lər ixtisar gedər və mənfi 5-də 1 almış olarıq. Mənfi 5-də 1. Bizdən nə soruşur? Bizdən soruşur ki, K üstə gəlinsin F2. K üzərinə gəlinsin F2. K-mızı tapmışdı. K-mız neçə idi? Harada yazmışdı? Mənfi 1'di. K-nın yerinə mənfi 1.
F2 də uşaqlar elə sabit funksiya olduğuna görə bunu hesablayandan sonra biz neçə almışdıq? -5/1 almışıq da. Yəni F2 olacaq elə -5/1. O da eləyəcək -1/5/1. Aydın oldu. Və -1/2. Növbəti sual 22-ci sualdır. Deyir ki, düz xətlərin kəsmə nöqtəsinin koordinatlarının hasilini tap. Hasili. Birinci bu iki dənə düz xəttin kəsmə nöqtəsini tapmalıyıq. Elə bu haqda yüngülvari biraz məlumat verək. Y bərabərdir K vur X. Buna K1 yazaq. X üstə gəlsin. Buna B1 yazaq. Bir də Y bərabərdir K2X üzərinə gəlsin B2. Bu iki düz xəttin qrafikləri, düz xəttlər, yəni burada müxtəlif vəziyyətlərdə ola bilər. Ola bilər ki, paralel olarlar, yəni bu formada. Bunların qrafikləri bir-birindən kəsişməz, yəni paralel olar. Bu zaman bucaq əmsalları bir-birinə nə olur? Bərabər olur. Bu birinci hal. İkinci hal ola bilər ki, neyniyər? Bu qrafiklər kəsişərlər. Kəsmə halı nə vaxt baş verir? K1 və bucaq əmsalları bir-birindən fərqli olanda kəsişirlər. Burada bir xüsusi halda var, onu da deyim. Əgər belə yerləşir də qrafikləri. Kəsdilər burada. İkisində qrafiki düz xətdir. Bunlar kəsdirlər burada. Əgər K1 vurulsun K2 bərabərdir -1 bərabərliyi ödənilirsə, yəni bucaq əmsallarının hasili, iki dənə düz xəttin bucaq əmsallarının hasili -1 olarsa, bu zaman onların düz xəttlər, bu həmin o düz xəttlərin qrafikləri bir-birinə perpendikulyar olur. Yəni bu formada olur. 90 dərəcə bucaq əmələ gətirir. Üçüncü halda isə həm bucaq əmsalları, həm sərbəst xəttlər eyni olarsa, bu funksiyaların qrafikləri üst-üstə düşür. Aydındırmı? İndi qayıtdıq 22-ci suala. Deyir ki, bu düz xətlərin kəsmə nöqtəsinin koordinatlarının hasilini tapın. Düz xətlərin kəsmə nöqtəsini tapmaq üçün bu funksiyaları bir-birinə neyinirik? Bərabərləşdiririk əvvəlcə. Y bərabərdir 3x çıxılsın 7 və y bərabərdir 5x çıxılsın 13. 3x çıxılsın 7-ni bərabər eləyirik 5x çıxılsın 13-ə. Buradan sağa sola keçirtdik. 5x çıxılsın 3x -7 üzərinə gəlinmiş nə? 13. Bura 2x alınır. Buradan neçə alınır buradan? 13-dən 7 çıxır 6. X-i neçə almış oluruq? 3. X-imiz 3-dür. İndi y-imizi almaq üçün fərq eləməz. Onsuz da iki dənə funksiya kəsişirsə, bax bu formada. Bu belə gəldi, bu da buna belə gəldi. Bunlar ikisi gəldi, kəsdisə, bunların koordinatları mütləq şəkildə nə olur? Eyni olur. Yəni biri üçün tapmaq elə digəri üçün də tapmaq deməkdir. X-imiz 3 alındı. Y-i indi tapmaq üçün neyniyək? X-in yerinə 3 qoyaq. Burada da qoya bilərik, burada da. Eyni cavab alınmalıdır. Aydındırmı? Deməli, neyniyək? 3-ü vuraq 3-ə, 9, 9-dan da 7 çıxaq 2. Y bərabərdir 3 vur 3 çıxılsın 7. 9 çıx 7, 2. Yəni, görüşmə nöqtəsi, üzr istəyirəm, görüşmə. Deməli, kəsmə nöqtəsi X-imiz 3, Y-imiz 2 alındı. Bunların nəyin soruşur? Hasilini soruşur. 3-ü də vuraq 2-yə. Cavab eləsin 6. Nə alındı burada? 6 alındı. Bu belə. Keçək indi növbəti sualımıza. Nə deyir burada? Deyir ki, 2 dənə şagirdin oxuduğu səhifələrin sayının zamana görə dəyişməsini göstərən fx və gx funksiyalarının qrafikləri verilmişdir. Neçə dəqiqə sonra 2 şagirdin oxuduğu səhifələrin ümumi sayı nə qədər olar? 210 olar. Deməli biz burada, bu bizim, bax, bunu çəkim, yoxsa ehtiyac yoxdur, elə bunun üzərində göstərə bilərəm. Bu birinci şagirdimiz, bu da ikinci şagirdimiz. Bax, birinci şagirdimiz 20 dəqiqə müddətində nə qədər səhifə oxuyur, uşaqlar? 18 səhifə oxuyur. Onda 1 dəqiqəyə 18 bölünmüş nə qədər səhifə oxuyur? 20. Yəni bir səhifəni neçə saniyə oxuyar onu tapmaq üçün 18-i burada nəyə böləcəyik? 20-yə böləcəyik. Bu da ixtisar gedər 2-yə ixtisar aparaq hələlik. 9 bölünsün 10 düşəcək. Digəri isə uşaqlar, deməli neynir?
30 dəqiqəyə 15 səhifə oxuyur. Onda buradan da 15'i bölək nəyə? 30'a. Yəni o 1 dəqiqəyə tapacağıq da biz nə qədər səhifə oxumağı. Buradan da almış oluram 1 bölünmüş nə? 2. Yəni 1 dəqiqəyə bu 10'da 9, bu 2'də 1 neynir? Səhifə oxuyur. 10'da 9 hissəsini bu oxuyur, 2'də 1 hissəsini bu. İndi soruşur ki 210 oxuduğu səhifələrin ümumi sayı nə qədər olar? Tutaq ki x dəqiqədən sonra. X dəqiqəyə 1 dəqiqə 10'da 9 oxuyursa bu x dəqiqəyə 10'da 9x qədər oxuyacaq. Bəs digəri 2'də 1 x qədər. Və bunların da cəmi bizə 210 verməlidir. Orta məxrəcə gətirək. 10'da 9x ilə bunda 10'a tamamlasam neçə ilə 5'ə vuraram da. 10'da 5x bərabərdir 210'a. Bu da olar 10'da 14x bərabərdir 210. Yenə 210'u buna bölsəm tərs vurma əməliyyatını yerinə yetirək də. 210 vurulsun 14'də 10. Bu da neçəyə xısar gedir? 7'ye xısar gedər. Burada 2, burada 30. Bu da 2'ye xısar gedər. Burada 1, burada 5. 21'i də 5'ə vurarıq. Eləyər 105 dəqiqə. Neçə dəqiqə sonra hər iki şagirdin oxuduğu səhifələrin ümumi sayı nə qədər olar? 210. Cavab oldu nə qədər? 105. Bu da oldu bizim cavabımız. Bu belə. Sən sual idi bu. 23 idi. 24. Qrafikdə eyni cüzə malik olan hissələrin sayı ilə onların eyni bir işi yerinə yetirmə müddətləri arasındakı asılılıq verilmişdir. 20 işçi həmin işi neçə günə yerinə 20 işçi həmin işi neçə günə yerinə yetirərlər? Deməli 10 dənə işçimiz var. 10 dənə işçi. 10 işçi bir işi nə vaxtda yerinə yetirir? N plus 1 zaman müddətinə yerinə yetirir. Elə deyilmi? Digər tərəfdən N-də nə işçi isə baxın N plus 7. N plus 7. Və buradan bunların arasındakı əlaqəni müəyyənləşdirək. Tənasibi qurmuşuq. Düz mütənasib və ya tərs mütənasib. Eyni bir işdir. Eyni bir işi tutaq ki, bax nümunə üçün deyim. 10 dənə işçi. Tutaq ki 5 saata görür. 10 dənə işçi. 10 işçi 5 saatda görürsə 5 dənə işçi eyni işi nə vaxtda görər? Yəni eyni cüzə malik. Aydındır ki 10 dənə işçi 5 saatda görürsə 5 dənə işçi vaxt uzanacaq da 10 saata görür. Deməli bunlar bir-birinə necə mütənasibdir? Tərs mütənasib. Tərs mütənasibliyin xassəsinə görə, yəni bu işçilərin sayı ilə həmin o işin görülmə zamanı, yəni müddəti bir-birinin tərsi. Yəni bunun buna nisbəti, bunun buna tərs nisbəti olacaq. Yəni bunu da qısa yolla deyib, belə çarpaz yox, belə qarşı-qarşıya vururuq da. Yəni 10 vurulsun n üstə gəl 1 bərabərdir nəyə? N vurulmuş n üstə gəl nəyə? 7'ye. Buradan 10n üstə gəlsin n bərabərdir n kvadrat üstə gəl 7n. Sağa sola keçirsək bunları n kvadrat üstə gəlinmiş 7n çıxılsın 10n çıx 10 bərabər 0 alarıq. Buradan da n'in kvadratı çıx 3n çıx 10 bərabərdir 0. Uranda mənfi 10 toplayanda müsbət 3 eləyən ədədlər axtaraq. Yəni bunu ya vurğularını ayırmayla, ya seçmə üsuluna, ya diskriminantla kökün tapmaq lazımdır. Biz də seçmə üsuluna tapaq. Vuranda mənfi 10, yəni n vurulsun n mənfi 10, n plus n, buradakı ədəd 3 eləyən ədəd axtaraq. Həmin ədədlərdə müsbət 5 və neçədir? Mənfi 2. Yəni bu n nə idi burada? N burada natur ədəd olduğuna görə bu mənfi 2'ni çıxırıq və n'imiz neçə olur? 5. N'i 5 tapdıq. N'i 5 tapdıqsa, indi nə edirik? Hələ sual burada tam hələ bitib qutarmayıb.
Deməli 10 dənə işçi, 10 işçi bu işi n plus 1 vaxtda görürdü. N'i də biz neçə almışıq? 5 almışıq. 5'in üstə 1 gəndə neçə eləyir? 6. 6. Burada vaxt qoymayıb. Bunu tutaq ki, elə saat kimi götürək. 6 saat olsun. Bizdən soruşur ki, 20 işçi. 20 işçi. Burada yəni görürük buradan. İşçilərin sayı 2 dəfə artıbsa, vaxt neyniyəcək? 2 dəfə azalacaq. Cavab yəni x idisə, tutaq ki, 3 alınır. Cavabımız 3 olur. 3 olur, amma belə yenə bayaqki qarşı-qarşıya vurma prinsipinə görə 20x bərabərdir 10 vur 6, 60 və x-i buradan 3 almış olacaq. Bu da belə. Deməli, növbəti suala baxaq. 25-ci tapşırıqda nə deyir? A parametrinin neçə tam qiymətində funksiyanın qrafiki ordinat oxunu mənfi hissədə kəsir. Deməli, bunun xətti funksiya formasında verildi bizə. 25-ci sualdır. Yəni, y bərabərdir k vur x üzərinə gəlsin. Birinci növbədə gəl araşdıraq, görək burada k nədir, b nədir, ondan sonra misalın həllinə başlayaq. Deməli, y bərabərdir 2ax üstə gəlinsin 3a'nın kvadratı çıxılsın 14a formasında verildi. Burada x-a vurulan burada əmsalımız, bucaq əmsalımız k-dır. Burada 2a'dır. Yəni k-mız 2a'ya bərabərdir. Öz yerində. Bəs b-miz nəyə bərabərdir? B bərabərdir 3a'nın kvadratı çıx 14a. Bu belə. İndi bizdən nə soruşur? Bu funksiyanın qrafiki ordinat oxunu mənfi hissədə kəsir. Deməli, ordinat oxunu mənfi hissədə kəsirsə, bu bizim y-imiz, bu da bizim nəyimiz? X-imiz. Məsələn, belə keçə bilər. Bax, bu buradan aşağı olmalıdır, elə deyil. Yəni, B-miz nə olmalıdır burada? B-miz mənfi olmalıdır. Bax, belə keçməlidir. Belə keçə bilər, belə keçə bilər. Buradan belə keçə bilər. Yəni, A-mızın müsbət K-mızın müsbət və ya mənfi olmağından asılı olmayaraq da əsas məsələ bu aşağıdan keçməlidir. Aydındırmı? Buna diqqət eləyəcəyik biz burada. Deməli 3a kvadrat çıxılsın 14a. Deməli 3a kvadrat çıxılsın 14a. Onda bunu mənfi hissədə kəsir. Deməli bu kiçikdir nədən? Sıfırdan. Bu şərti qoyduq. Buradan neçə tam qiyməti soruşur. Özdə bax belə soruşur. Buradan a-nı mötərizə xaricinə çıxarsaq burada nə qalacaq? 3a çıxılsın 14. İntervallar sona gəlir də. Kiçikdir 0. Buradan bura olacaq bizim A nöqtəmiz. 3a çıxılsın 14'ü də 0'a bərabərləşdirsək, A-mız olacaq 14 bölünsün 3. Bura olacaq. Bu 0 nöqtəsi idi. Burada 14 bölünsün 3 oldu. Bunu bu formada belə qoyduq. Bu da gəldi bura. Məsələn, buradan 0'dan sağa 0'dan 14 bölüsünün arası, bir də 14 bölüsüdən bu tərəfə bir qiymət götürək. İntervallar üsulu buna deyirlər. Sınaq nöqtələri. 14'ü 3'ə böləndə neçə eləyir? Deməli 4 dəfə düşür. Yəni 4 tam 3'də 2'dir də. 4 tam 3'də 2'dən sağda bir 5 götürsən, 5'i qoysan müsbət alınır. Bura müsbətdir. Onda burada da təkrarlanan kök olmadığına görə bura mənfi, burada nə olacaq? Burada müsbət olacaq. Bizə mənfi hissələr lazımdır. Yəni 0'dan 4 tam 3'də 2'yə qədər olan hissələr. Burada 1'dir, 2'dir, 3'dür, bir də neçədir? 4'dür. İstəsək burada yerinə qoyub yoxlaya bilərik. Deməli, belə. Sən bu nə olacaq? K-mız, bax burada A-mız həm də müsbət alınır, bax. A-mız, K-mız yəni müsbət, K-mız müsbət və Y-imiz də mənfi. Belə keçir hamısında. Aydın oldu. Burada deməli
Neçə dənə qiymət oldu? 1, 2, 3, 4 qiyməti. 4 dənə. Sonra neçə sual var? 25 idi bu. M parametrinin hansı müsbət qiymətində fx bərabərdir mx plus 9 4x plus m funksiyası nə olar? Sabit funksiya olar. Sabit funksiya haqqında bayaq dedi 26-cı sual. Dedik ki fx bərabərdirsə mx üstə gəlmiş 9 bölünsün 4x üstə gəlsin m. Yəni biz burada x-in yerinə 1 də qoysaq, 2 də qoysaq, 3 də qoysaq, 4 də qoysaq həmişə eyni cavablar alacaq. Yəni eyni qiymət alacaq. Ona görə də gəlin yenə x-in yerinə bir dəfə 1, bir dəfə də 2 yazaq və bir-birinə bərabərləşdirək. 1 yazanda olacaq m vurulsun 1 üzərinə gəlsin 9. 4 vurulsun 1 üstə gəlsin m bərabərdir. M vurulsun 2 üstə gəlsin 9. 4 vurulsun 2 üstə gəlmiş m. Buradan m üstə gəl 9. 4 üstə gəl m bərabərdir 2m üstə gəlsin 9. 8 üstə gəlsin m alarıq. Buradan da çarpaz vurma qaydasına görə yenə eyni şeylər təkrarlansın. M plus 9 vur. Gərək 0-dan 1 qoyardıq. Daha rahat alınardı. Eyb yox. 4 üstə gəl m vur 2m üstə gəl 9. Bunu da vurub atsaq 8m üstə gəl m kvadrat üstə gəlsin 72 üzərinə gəlsin 9m bərabərdir. Burada yerləşməyəcək, qoy buradan yazım. 4 vur 2m 8m üstə gəlinsin 36 üstə gəlinsin m'i də burada 2m'ə vuraq 2m kvadrat üstə gəlmiş 9m. Buradan bu 8m'lər sağa sola keçirdəndə gedəcək. Alacağım m kvadrat üstə gəlsin. Burada yerləşmədə qoy bunu bir dənə yazdım. Bura köçürdüm. Daha rahat olsun. 36 üzərinə gəlsin 2 m'in kvadratı üstə gəlsin 9m. 9m'lər də gedilmiş burada. Sonra fikir vermədik. Buradan sağa sola keçirdə 72 çıxılsın 36 2m kvadrat çıx m kvadrat. Buradan 36 bərabərdir m'in kvadratına. M bərabərdir kök altında üstə gəl çıx 36 və m buradan plus minus 6 almış olarıq. M parametrin hansı müsbət qiyməti? Müsbət qiymət deyilsə, m-i biz müsbət 6 kimi qəbul edəcəyik. Bu da oldu 26-cı sual. Bu 27-ci suala baxaq. 27. Deyir, düz xətlər üçün uyğunluğu müəyyən edin. 2x üstə gəlsin 3y bərabər 5. 3x plus 3y mənfi 1. 3x üstə gəlsin 2y bərabər 0. Deməli, koordinat başlanğıcından keçir. Bir-bir bunu araşdırmalıyıq, bir-bir bunları araşdırmalıyıq. Birinci, nədən başlayaq? 2x üstə gəlsin 3y bərabərdir 5. Bunu gəlin kx plus b bərabərdir y formasında salaq birinci. Yəni buradan y-i tapsaq 3y bərabərdir mənfi 2x üstə gəlmiş 5. Y bərabərdir mənfi 3-də 2. X üstə gəlsin 3-də 5. İndi buna uyğun variantlar axtaraq. Deməli, bir qrafik koordinat başlanğıcından keçir. Bu koordinat başlanğıcından keçmir. Bucaq əmsalı mənfi 1/5-ə bərabərdir. Bu da doğru deyil. Qrafik bir-bir nöqtəsindən keçir. Bir-bir nöqtəsindən yox, bu da keçmir.
Absis oxunun istiqaməti ilə 135 dərəcəli bucaq əmələ gətirir. Bu da buna aid deyil uşaqlar. Qrafikin -1 və 3/2 nöqtəsindən keçir. Gəlin də bunu yoxlayaq, görək bu ödəyir yoxsa ödəmir. X'in yerinə neçə yazmalıyıq? -3/1. -1. X'in yerinə -1 yazanda bu neçə olur? -3/2 bu olur -3/2. Üstə gəlinsin 3/5. Bu da 3/7 elədir. Burada ola bilsin haradasa. Görək səhvliyə və yol vermədik. 3y plus 5. Buradan 3y tapsaq. -2x plus 5. Hər tərəfi 3'ə bölsək. -3/2 üzərinə gəlinsin. 5 bölünmüş 3. Bu belə. Qrafik koordinat başlanğıcından keçir. Bu doğru deyil. Bucaq əmsalı -1/5'ə bərabərdir. Bu da doğru deyil. Bunun üçün 1 və 1 nöqtəsindən keçir. Gəlin 1 yazaq buraya. 1 və 1 nöqtəsindən keçir. Bu alınır bir şey burada. Bunu silək. Deməli. Bunu silək buradan. Sildik. Deməli 1 və 1 nöqtə. X'in yerinə 1 qoyaq. X'in yerinə 1 qoyanda elə burada daha rahat alınır əslində. X'in yerinə 1 qoyanda, y-in yerinə 1 qoyanda 2 üstə gəl 3 5 eləyir də, elə deyil. Deməli 1'ə nə getdi? 1'ə getdi C. C uyğun gəldi. Digər tərəfdən deyir ki 135 dərəcəli bucaq əmələ gətirir. Əslində buna da gərək baxaq. Deməli, absis oxunun müsbət istiqaməti ilə 135 dərəcəli bucaq əmələ gətirirsə, onda yox, K -1 alınır, bu olmayacaq. D variantı çıxır. Y variantı da -1 qoyanda alınmadı. Elə biri hansı getdi? C variantı getdi. İndi baxaq 3x plus 3y. 3x üstə gəlsin, 3y bərabərdir -1. Yenə buradan da hər tərəfi 3y bərabərdir. Eyni şey yazmıyor burada. Bunu x götürək. -3x -1 formasında. Buradan hər tərəfi bölsək. -x 3'ə bölürəm. -3/1 formasında almış olaraq. Qrafik koordinat başlanğıcından keçir. Bu yenə yanlış. Bucaq əmsalı -1/5 yanlış. 1 buradan keçmir. Bu da keçdi. Absis oxunun müsbət istiqaməti ilə 135 dərəcəli bucaq əmələ gətirir. Aha, buna baxaq. Bunun K'sına baxsam, K nəyə bərabərdir? -1'ə. Tangens 135 dərəcədə də nəyə bərabərdir uşaqlar? -1'ə bərabərdir. Deməli, bu uyğundur. 2'yə nə uyğun gedir? D uyğun gedir. Bunu da götürdük. Bunun üçün bir də -1'i yoxlayaq görək elə. -1 yazanda 3/2 alınır, yoxsa alınmır? D. -1 yazanda -3 belə verib də. X'in yerinə -1 qoyaq. -1 yazanda bu olur neçə? -3. Obrusuna neçə qoyaq? 3/2. 3'ü də 3/2'yə vuranda 2. -1 alındı. Buna həm də Y variantı gedir. Bu belə. Qaldı sonuncusu. 3x üstə gəlsin. 2y bərabərdir 0'a. Buradan 2y bərabər olur nəyə uşaqlar? -3x-a. Y-imiz bərabər olur -3 bölünsün 2 vurulmuş x. Bu formada. Yəni burada K'mız -2'də 3'dür. Yəni bucaq əmsalı -1/5'ə bərabərdir. Bu gedir, B gedir. Digər tərəfdən də başqa görək nə gedir bura. 135 dərəcəli bucaq əmələ gətirir. Bu çıxdı. Qrafik koordinat başlanğıcından keçir. Bəli, y bərabərdir K vur x olanda koordinat başlanğıcından keçəcək. Buna A da getdi. A ilə B. Bu da oldu 27. 28 eyni bunun kimidir. Ondan sonra 29-cu tapşırığa baxaq. 29'da nə deyir? Y bərabərdir Kx plus B funksiyasının qrafik üçün uyğunluğu müəyyən edin. Deməli, K'mız 0'dan birincisi. Y bərabərdir Kx plus B. Yazdım, buraya yazaq. Deməli, K mənfidir. K mənfidir. B isə müsbətdir.
Gəlin görək bu funksiyanın qrafiki necə yerləşir. Deməli, baxaq. Bu belə, bu da belə. B-miz müsbətdirsə, buralardan bir yerdən keçməlidir. K da nədir? Mənfidir. Demişdik, K mənfi olanda 2, 4-dən keçirdi. Elə deyil, onda belə olacaq qrafik. Bu formada. Deməli, funksiyanın qrafiki həm 2-dən keçir, həm 1-dən, həm də 4-dən. 1, 3 və 4-cü rüblərdən keçir. Bu nə oldu? Yanlış oldu da, elə deyil. 1, 3, 4-dən keçmədi. 2 və 4-cü rüblərin tən böləndir. Bu da yanlışdır. Birinci, ikinci və 4-cü rüblərdən keçir. Aha, 1-ə getdi nə? C. Bunu yazdıq. 1 və 3-cü tən böləndir. Yox, apsoxunun müsbət istiqaməti ilə iti bucağı əmələ gətirir. Bu da yanlışdır. Kör bucağı əmələ gətirir. Bu belə. İkinciyə baxaq indi. İkincidə K-mız 0-dan böyükdür. K, bu Y, bu da X. K 0-dan böyük. B 0-dan kiçik. Birinci B 0 kiçik şərtində buralardan bir yerdən keçəcək. K müsbətisi deməli 1, 3-dən keçir. Bu da oldu belə. 1-dən, 3-dən, 4-dən keçir. Bu doğru. Yəni 2-yə A getdi. Bunu yazdıq bura. Tən bölənlərin hamısını çıxaq. 1, 2, 4. 1, yox. Bu yanlışdır. C variantı yanlışdır. Rüblərin tən böləndir. Yanlışdır. Apsoxunun müsbət istiqamətlə iti bucağı əmələ gətirir. Burada bucağa baxsaq, şöyle bura iti bucaqdır. Bəli. Y də doğrudur burada. Keçək 3-cü tapşırığa. Hansıdır? K-mız mənfi 1-dir. B-miz isə nəyə bərabərdir? 0-a. Bax, burada 3-cü. Y bərabərdir. K vur X üzərinə gəlsin B. K-nın yerinə neçə qoyuruq? Mənfi 1. Y olur. Mənfi X. Və bu belə. Şu an Y bərabərdir. Mənfi X funksiyasının qrafiki isə bax belədir. Bu Y. Bu da X. Ortadan keçəcək. Bəli. Bu doğrudur. Tən böləni bax burada axtarmaq lazımdır. Birinci, 4-cü bu cəhətdə yanlış. 2 və 4-cü rüblərin tən böləndir. Əla. B. Yazdıq B. Bu doğru. 1, 2, 4-dən keçir. Yox. Rüblərin tən böləndir. Bitdi. 1-ə C, 2-ə A-ya, 3-ə B. Bu da belə. Sonra neçənci suala baxaq. 30-cu sualı. 30. Hovuzu doldurmaq üçün istifadə edilən A kranından boşaltmaq üçün isə istifadə edilən B kranından axan suyun həzminin zamandan asılı qrafikləri verilmişdir. Deməli, A kranından boşaltmaq B kranından axan suyun həzminin hovuzu doldurmaq üçün A, boşaltmaq üçün B-dən istifadə olunur. Aha. Deməli, bu neynir? Bu neynir? Suyun həzmi 18-dir. 18-i neynir? 1 saatda neynir? 2 saata boşaldır. 18-i 2 saata boşaldırsa, onda 1 saata nə qədər su? 1 saatda 9 kub metr boşaldacaq da. Yəni bu 1 saat işləyəndə 9 kub metr su boşaldır. B-yə baxaq. B neynir? Üzr istəyirəm. Doldurur. Bu A kranıdır. Bu doldurur. A doldurur. Yəni başdan baxaq buna. Qarışdırdım burada. Deməli, hovuzu doldurmaq üçün istifadə edilən A kranı. A kranı neynir? 2 saatda 18 kub metr su vurur. Onda 1 saata neyniyəcək? 9 kub metr su vuracaq. Elə deyilmi? Bu yaddaşımızda qalsın. Yəni doldurur da belə deyil. İkincisinə baxaq. Bu neynir? Boşaldır. Yəni 3 saat müddətində 15 kub metr suyu, içəndəki suyu tam şəkildə boşalda bilir. Onda 1 saata, bu nə qədər su boşaltma yüzünə malikdir? 5 kub metr. 5 kub metr. İndi nə deyir burada? Hər iki kran eyni zamanda açılaraq 8 saat açıq qalarsa, həzmi 50 kub metr olan boş hovuzun həzmi 50 olan boş hovuzun neçə faizi dolar? Deməli,
1 saata 9 kub metr su vurulur. 5 kub metrdə aşağıdakı çəndən elə bir boşaldırdı onu. Onda ümumilikdə 1 saat müddətində çənə nə qədər su olacaq? 4 kub metr. Bu çəndir. Bura su axır buradan. Buradan da boşalır elə bil. Bura 9 kub metr saatda su daxil olur. 5 kub metr su buradan çıxır. Onda hər saatda bu çəndə 4 kub metr su yaranır. Elə deyil. Əla. 1 saatda 4 kub metrdirsə, onda 8 saat açıq qalanda 32 kub metr neyniyəcək? Su dolacaq bura. Yəni 8 saat müddətinə, 8 saat müddətində bu hovuza 32 kub metr su daxil olacaq. Aydındırmı? İndi bu ümumilikdə nə qədər su tutur? 50. Deyil, bunun boş hovuzun neçə faizi su ilə dolar? Dolan bu qədərdir. Dolan bu qədərdir. Ümumidə budur. Bunu faizə çevirsək, burada 1, burada 2. 64 faiz eləyər. Bu belə. 30-cu tapşırıq. 31-ci tapşırığa baxsaq, a kvadrat minus 16 funksiyasının a-nın hansı qiymətində bu funksiyanın qrafiki yalnız birinci və ikinci rüblərdən keçir. Birinci və ikinci. Bu funksiyanın qrafikinə baxsaq, funksiyanın qrafiki yalnız birinci və ikinci rüblərdən keçir. Bura 1, bura 2. Buradan keçirsə, bu sabit funksiya olmalıdır. Sabit funksiya olmaqla yanaşı, həm də müsbət olmalıdır. Aydındır. Sabit funksiya olmaq üçün, yaxşı sualdır. 31. Sabit funksiya olmaq üçün a-nın kvadratı çıx 10a üstə gəlinsin 16 vur x üstə gəl 9 minus a-nın kvadratı. Sabit funksiya olmaq üçün bura 0 olmalıdır. A kvadrat minus 10a plus 16 0 olmalıdır. Bura 0'a çevrilməlidir. Bura 0'a çevrilməlidir. Burada müsbət olmalıdır. 9 minus a-nın kvadratı müsbət olmalıdır.